Bir dəqiqə özümü toparlayım. Bugün Nərmin xanıma sual verəcəyik. Bizim top laminasiya edən ustamıza. Olar birinci mən sizə sual vereyim. Aha, verin. Bana bağırmak mı istiyorsun? Sonra kiprikdən sual verəcəm. Niyə kiprik qaynağını seçmədiniz, laminasiyanı seçdiniz? Düt, bilmirəm. Özü kiprik qaynağı edib gözlərinə. Niyə? Çünki çox tənbələm. Nə yalan deyim, tənbələm. Tənbəllik kiprik qaynağına aiddir. Bu laminasiya aid deyil. Bəli, laminasiyanı çox sevərək görürəm. Zarafat bir yana, sevdiyim iş laminasiyadır deyə o üzrə davam elədim. Bizdə endirimlər də olur, tez-tez görürəm. Qiymətdə məhsulun fərqi varmı? Xeyr, əsla fərqi yoxdur əziz xanımlar. Bir çoxunuz bu barədə narahatsız. Endirim vaxtı hansı məhsuldan istifadə edirəmsə, adi günlərdə də o məhsuldan istifadə edirəm. Yəni fərq etmir. Daimi gələn müştərilərim bilir zaten. And içə bilərsiniz. Allah haqqı hə. Sualınız var? Beni dışarı atmak mı istiyorsun? Suallarım bitdi. Gedə bilər. Kendim atarım. Sağ salamat. Sağ salamat.